Ən birinci məsələ, siz bilirsiniz, həcc vaxtı, ümrə vaxtı Allah-u Teala bütün müsəlmanlara nəsib etsin. Gedənlərə təkrar getməyi, getməyənlərə Allah nəsib eləsin. Allahın evini ziyarət etməyi. Bir də o məqamı gözünüzün qabağına getirin. Xüsusən də Arafa dağını. Həccə gedənlər görüblər, düzdür? Arafa dağında minlərlə deyək, yoxsa yüzlərlə, yoxsa milyonlarla? Milyonlarla insanlar olur. Olur yoxsa yox? Milyonlarla. Bir də bu, oradakı o prosesi gözünüzün qabağına getirin. Şərt deyil ki, ordulaq. Məkkədə dağ var, Arafa dağı. Həcc vaxtı insanlar nədir? O dağa çıxırlar. Əsr namazı ilə məğrib namazı arasında insanlar Allaha dua edir. Bir gündə, Arafa günü. Orada fikir verin. Millətlər müxtəlifdir. Olanlar görüblər, Allah bizlərə nəsib etsin. Millətlər nədir? Müxtəlifdir. Azərbaycanlı, Rus, İngilis, Ərəb. İstənilən şəkildə, istənilən formada, yəni müsəlmanlar. Bir, dillər müxtəlifdir. Yəni biri, ham orada ərəb dilində danışır. Hərənin öz dili var da, düzdür. Dillərdir, yəni biri rus dilində danışır, biri Azərbaycan dilində danışır, biri türk dilində danışır. Dillər də müxtəlifdir. Üçüncüsü nədir? Yaxşı, istəklər nə cür? Ham bir şey istəyir orada. İstəklər də müxtəlifdir, elə deyilmi? Yəni, özüm məqsədim var bunları saymaqda. Diqqətli olaq, barakallahu fikum. İstəklər də müxtəlifdir. Dedik ki, millətlər müxtəlifdir. Dillər müxtəlif, yəni istəklər də müxtəlif. Yaxşı, bu duanlı cəmaat orada qışqıra-qışqıra, yoxsa ürəkləndirir? Ürəkləndirirlər, düzdür? Neçə oldu? 4. Cavab verən necə olur? Cavab verən. Tək olan Allah. Subhanahu wa ta'ala. Bir anda o cürlə minlərlə, milyonlarla insanın duasına cavab qaytarmaq, bu ancaq Allaha yaraşır. Subhanahu wa ta'ala. La ilahe illallah. Bunu Allahdan qeyrisinə sərf etmək müsibət. Bəladır var, vallahi ki. Fikrimi çatıra bilirəm. Bu cürlə mərhələlərdə bir anda eşidirsiniz, görürsünüz ki, həzdən qaydında, ümrədən qaydında necə deyirlər? Deyirlər ki, elə bir şey olmadı ki, Allahdan istəyim, orada Allah mənə verməz. Elə deyil. Onların hamısını bir anda eşidən, hamısına bütün o dillərdə istəklər, biri salih zövcə istəyir, biri evlad istəyir, biri maşın istəyir, biri ev istəyir. Allahu akbar. Milyonlarla istəklər var. La ilahe illallah. Bu elə la ilahe illallahın özüdür. Siz deməyin, bu Allahın tazimiymiş, subhanahu teala. Bu elə la ilahe illallahın özüymüş. La mə'budə bi haqqin illallah. Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur.